Bir nevroloq olaraq bunları özümə heç vaxt etməzdim. 1. Hər gün baş ağrı dərmanı qəbul etməzdim. 2. Hər baş gicəllənməni osteoxondroza bağlamazdım. 3. Yaddaşsızlığı yaşlılığa bağlamazdım. 4. Əlimdə, ayağımda ani keyləşmə varsa sabah gözləməzdim. 5. Həkim məsləhəti olmadan aylarla vitamin qəbul etməzdim. 6. Özümü süni intellektlə müalicə etməzdim. 7. Həkim yazdığı dərmanları internetdə oxuduqlarıma görə dayandırmazdım. Və 8. Ən önəmlisi, işdən sonra yuxumu heç bir seriala qurban verməzdim. Əslində beynimiz bizə siqnallar göndərir. Önəmli olan onları zamanında görüb fərqinə varmaqdır. Bəs siz bunlardan hansını edirsiniz, hansını etmirsiniz və ya özünüzə qoyduğunuz başqa qadağalarınız var? Şərhlərdə bölüşün, biz də bilək.